Hər kəsə salam uşaqlar. Bu gün sizlə baxacağıq 6-cı sinif KSG 5-in nümunə misallarına. Dərsə başlamazdan əvvəl uşaqlar kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın. Başlayaq birinci tapşırıqdan. Deyir ki, riyazi ifadə şəklində yazın. A və B ədədlərinin hasili 10-dan böyükdür. Aha, cavabımız olacaq A bəndi. Keçək ikinciyə. Doğru bərabərliyi göstərin. Aha, baxaq birinciyə uşaqlar. Birincidə nə edib? Buradan 2-ni ortaq vuruq kimi çıxarıb. 2-ni 6-ya 12 düzgündür. Qələmi gəlin biraz incəldir. Çox böyükdür. Hə, düzgündür. Amma 8-i bu 2-yə vuranda uşaqlar. Baxın, bu 2-ni bu 2-yə vuranda eləyir 4. Amma burada bizə verib 8. Deməli, bu düzgün deyil. Bunun üstünə xətt çəkdik. Keçək ikinciyə. 5-i ortaq vuruq kimi çıxarıb. 5-i vurdum 3-ə 15-a düzdür. 5-i vurdum B-yə 5B düzdür. Deməli, cavab oldu C bəndi. Keçdik 3-ə. Tənliyi həll edin. 12x bərabərdir 36. X bərabərdir 36 bölünsün 12. X bərabərdir 3. Cavab oldu D. Sonra A kiçik bərabərdir 8 şərtini ödəyən neçə natural ədəd var? 8 dənə. Çünki bərabərli olduğu üçün 8-də sayırıq. Sonra deyir, sadələşdirin və əmsalı müəyyən edin. Gəlin sadələşdirir uşaqlar. Bunu sileyim. Deməli, 3-də 2 vurulsun. 6-nı qabağa çəkirəm. Vurulsun A, B, C. 6 ilə 3 ixtisar getdi. Qaldı 2. İlədi nə? 4 A, B, C. Aha, cavab oldu D bəndi. Sonra A-nın yerinə elə ifadə yazın ki, doğru bərabərlik alınsın. Deməli, uşaqlar, AB-miz yerində. Baxın, gəlin ixtisar aparaq. Bunlar getdi. Bizə nə lazımdır? Bir dənə C lazımdır. Sonra 6 ilə 24 apardıq. Nə qaldı burada? 4. Deməli, mənfi. Aha, bizə bir dənə C lazımdır bu tərəfə qoymaq üçün. Sonra bir dənə mənfi 4 lazımdır. Başqa mənfi 4. Все. Mənfi 4C vurulsun 6AB. Nə eləyir? Mənfi 24 ABC. Deməli, nə oldu? C bəndi. Sonra keçdik 7-yə. 7-də deyir, oxşar toplananları islah edin. İslah etmək nə idi uşaqlar? Yəni, mənfi müsbət olanları toplayırıq, çıxırıq. Yəni, A-dan 2 dənə varsa, onu ya toplayırıq, ya çıxırıq, bir dənə saxlayırıq. Hər ifadədən bir dənə qalmalıdır. 2A-na gəlin birbaşa yazırım. Deməli, 2A-nı 8-ə vuranda 16A çıxılsın. 2A-nı B-yə vuranda 2AB. Sonra çıxılsın 5B. Sonra üstə gələk 20A bərabərdir. 16A 20A toplayanda nə edir uşaqlar? 36A. Çıxılsın 2AB, çıxılsın 5B. Deməli, oldu cavab B bəndi. Keçək 8-ə. Verilmiş tənlikdə A ədədi hansı ədədi qiyməti ala bilməz? Aha. Deməli, baxaq görək nə ola bilməz burada A. 5 ola bilməz uşaqlar. Çünki A-nın yerinə 5 qoyanda bu 0 olur. X-də 0-a vuranda bərabərlik doğru olmur, ödənmir. Sonra B-nin hansı qiymətində BX plus 5 və 14 tənliyin kökü 3-ə bərabərdir? Uşaqlar, tənliyin kökü 3 nə deməkdir? Yəni, X-imiz 3-dür. Yazıram. 3B plus 5 bərabərdir 14. 3B bərabərdir 9. B nə olacaq? 3. 10-cu sual. A mənfi 5 olarsa ifadənin qiymətini tapın. Baş üstə gəlin tapaq uşaqlar. Mənfi 6 vurulsun. 5-də 2 vurulsun. Mənfi 15. Çıxılsın 7. Üstə gəlinsin 3 bərabərdir. Mənfi 6 vurulsun. Bundan bir ixtisar getdi. Qaldı mənfi 3. Mənfi 3-ü 2-yə vuranda mənfi 6 çıxılsın 7. Üstə gəlinsin 3 bərabərdir. Mənfi 6-nı mənfi bu eləyir mənfi 13. Mənfi 6-nı mənfi 13 vuranda nə eləyir? 78. Üstə gələk 3 eləyəcək 81. B bəndi. Sonra uşaqlar ifadənin hansı ədədlərə bölündüyünü müəyyən edin. Gəlin bunu sadələşdirək əvvəlcə.
7'ni 4'e vuranda nə edir uşaqlar? 28'in üstə gələk 49. Üstə gələk 20 çıxılsın 28'in. 28 ilə 28'in islah olunda getdi. 49 da 20 gələndə elədi 69. 69'un bölənləri nədir uşaqlar? 1, sonra 3'ə bölünür. Sonra 4'e bölünür, 5'e bölünür, 6'ya bölünür, 7'ye bölünür. Başqa nəyə bölünür? Baxaq görək. 3'ə böləndə 23'ə bölünür. Başqa 69'a bölünür. Aha. Bizim A bəndimizin misalları. Gəlin bu sırada baxaq uşaqlar. Aha, indi isə baxaq uşaqlar 12-yə. Deməli, vurmanın paylamaq xassəsindən istifadə edərək hesablayın. Neyinirik? 6,3'ü ortaq vuruq kimi çıxardırıq. Nə qalır burada? 4,5'də 4. 4,5'də 4'ü uşaqlar sadələşdirib birbaşa yazıram. 4,8. Sonra üstə gələk 1,6 çıxılsın 2,4 bərabərdir. 6,3 vurulsun. Bundan bunu çıxanda qalır 2,4. 2,4'ün üstünə 1,6 gələndə eləyəcək 4. Aha, bu da eləyir nə? 25. 25,2. Sonra keçək 13'ə. 13'də deyir tənliyi həll edin. Uşaqlar, bunu həll etmək üçün ayrı-ayrı sıfıra bərabər eləyirik, yazıram. 4x çıxı 36 bərabərdir 0. X plus 5 bərabərdir 0. 4x bərabərdir 36'ya, x bərabərdir 9'a. Sonra bu belə. Buradan da x bərabərdir -5'ə. Cavab oldu 9 -5. Sonra Nərgiz fikrində tutduğu ədədi 4 dəfə artırıb hasildən 7,3 çıxdı. Nəticədə bunların fərq alındı. Gəlin baxaq görək uşaqlar. Deməli, Nərgiz fikrində tutduğu ədəd x olsun. 4 dəfə artırdı. 4'ə vurdu yəni. Sonra hasildən 7,3 çıxdı. Cavab nə oldu? 12,6 ilə 3,1'in fərqi. Sonra 4x bərabərdir. 12,6'dan 3,1 çıxanda nə eləyir? 9,5 üstə gələk 7,3. Bunu keçirdim sağa. 4x bərabərdir. 16,8. X nə olacaq uşaqlar? 4,2. 4,2. Dəyişən hansı qiymətində? Bunu da silim. Dəyişən hansı qiymətində? Bu ifadədən 2 dəfə böyükdür. Yazıram uşaqlar. 8 vurulsun 6 çıxılsın 4y bərabərdir. 5 vurulsun 7 çıxılsın 3y vurulsun 2. Aha, yazıram. Vurub açıram möhtərizən uşaqlar. 48 çıxılsın 32y bərabərdir 35. 35 yox uşaqlar. Burada 2'yə də vururuq. Axı, o nəzərə almadım. Eləyəcək 70 çıxılsın 30y. Aha, yadınızda saxlayın uşaqlar. Bu tip tənlikləri həll edəndə nə edirik? Y-ləri bir tərəfə, x ədədləri bir tərəfə yığırıq. Aha, 2y bərabərdir 22. Y də bərabərdir 11. Bu da belə. Deməli, indi isə uşaqlar, bu A bəndi idi. A-nı bitirdik. Keçək indi B-sinə baxmağa. Burada uşaqlar bərabərlik sağa keçəndə mənfi, sola keçəndə mənfi olur. Y cavabımız -11. İndi başlayaq B bəndini yazmağa. Deməli, uşaqlar, baxaq birinciyə deyir, riyazi ifadə şəklində AB ilə hasil 9'dan kiçikdir. AB 9'dan kiçikdir. Bu bənd olacaq. 2 üçün də doğru bərabərliyi göstərin. Gəlin göstərək doğru bərabərliyi. Birincidə deməli, biraz böyüdüm. 2'ni 6'ya vuranda 12A. 2'ni 4B'ye vuranda 8B ilə doğru olan A bəndidir. Tənliyi həll edin. 12x bərabərdir 48. X bərabərdir 4'ə C bəndi. A kiçik bərabərdir şərtində neçə natural ədəd var? 6 dənə.
Sonra sadələşdirin və əmsalı müəyyən edin. 15 ilə 5 ixtisar gedir, qalır 3. 3-ü də 2-yə vuranda 6 AB isə əmsalı istədiyi üçün cavab B bəndi. A-nın yerinə ilə ifadə yazın ki, doğru bərabərlik alınsın. Aha, AB-miz var, buna ehtiyac yoxdur. Bizə lazımdır bir dənə C. AB getdi. 24-ü də 8-ə böldük, eləyəcək -3. Deməli, bizə lazımdır -3 C D bəndi. Sonra oxşar toplananları islah edin. Gəlin bunu açaq yazaq. 21A çıxılsın 3AB çıxılsın 5B üstə gəlinsin 30A. Baxın uşaqlar, belə çıxmalarda diqqətli olun. Mənfilərdə görürsünüz 2 dənədir. Onda işarəmiz olacaq müsbət. Üstə gəlinsin 30A. Aha, indi gəlin islahımızı eləyək. Bərabərdir 51A çıxılsın 3AB çıxılsın 5B. 51A çıxılsın 3AB çıxılsın 5B C bəndi. 8. Verilmiş tənlikdə A ədədi hansı ədədi qiyməti ala bilməz? Altını ala bilməz uşaqlar, çünki bayaq da dediyim kimi məxrəc 0 ola bilmir. 9. B-nin hansı qiymətində bx üstə gələk 6 bərabərdir 18-in kökü 4. Kökü 4 nədir? Yəni x 4-ə bərabərdir. Yazıram yerinə. 4b üstə gələk 6 bərabərdir 18-ə. 4b bərabərdir 12-yə. B də bərabərdir 3-ə. Belə oldu bu bəndi. -20. A mənfi olarsa ifadəni sadələşdirir. -6 vurulsun 5-də 2 vurulsun -20 çıxılsın 7 üstə gəlinsin 5. Bundan bu ixtisar getdi, qaldı -4. Bərabərdir. -6 vurulsun -8 çıxılsın 7 üstə gəlinsin 5. Bərabərdir uşaqlar. Bu eləyəcək -15. -15-i -6-ya vuranda nə eləyir? 80. Düz dedim uşaqlar. Hə. 60, 90. Yox, düz demədim. Aha. 90 üstə gələk 5 bərabərdir. 90 bir dəqiqə. -6 vurulsun -15. 60 bu deyilədə 30, 90 eləyir. Hə. 95 niyə yoxdur? Bəs cavabda niyə? Burada mən harada səhv elədim uşaqlar, baxaq. Deməli 5-i vurdum -20-yə, ixtisar getdi, qaldı -4. Bu ilə də -8 çıxılsın 7. Bu ilə də -15. -15-i -4, -8, -15. Mənfi ilə mənfinin işarəsi getdi, qaldı müsbət. Bunlar eləyir müsbət. 60, 30, 90. 95 eləyir cavab burada. Da cavab 95'dir uşaqlar. Sonra keçək 11-ə. Bilmirəm, bəlkə nəsə diqqətimdən yayınıb, amma 95 olmalıdır cavab. Keçək 11-ə deyir ifadə hansı ədədlərə bölündüyünü müəyyən edin. Gəlin bunu sadələşdirək uşaqlar. 42n üstə gələk 42 üstə gələk 35 çıxılsın 42n. 42n'lər gedir uşaqlar. Nə qalır? Bərabərdir 42 üstə gələk 35. Bu da eləyəcək 77. 77-nin bölənlər nə olacaq? 1, 7, 11, 77. Aha. Bu da belə. Başqa yoxdur. Deməli, nə qədər oldu? Hansı ədədlərə bölündü? Bu ədədlərə bölündü. Sonra keçir uşaqlar 12. Vurmanın paylanma xassəsindən istifadə edərək hesablayın. Gəlin hesablayaq. Deməli, burada uşaqlar paylama xassəsindən istifadə edəndə nə edirik? Bu 7,4 ortaq vuruq kimi çıxardaram. Nə qalacaq? 4,5-də 4. 5-də 4-də də onluq kəsirə çevirirəm. Yazıram 0,8. Yəni 4,8. Üstə gələk 1,6. Üstə çıxılsın 2,4. Bərabərdir. 7,4 vurulsun. Bu da eləyəcək uşaqlar. 2,4. Oradan da 8-dən 2,4 çıxanda eləyir 2,4. 2,4 üstə gələk 1,6. Bərabərdir.
7 onda 4 vurulsun. 4. Bu ne eləyir? 16 bir yadda 29. 29 tam onda 6. Sonra 13. Tənliyi həll eləyin, gəlin həll eləyin. Bu şəkildə onda nə edirik? Ayrı-ayrı sıfıra bərabər eləyirik. 6x bərabərdir 6x plus 36 bərabərdir 0. 6x bərabərdir plus deyil, burada minusuymuş. Bunu düzəldim uşaqlar. 0, 6x bərabərdir 36, x bərabərdir 6. Deməli 1 2 3 6-dır. Sonra x plus 7 bərabərdir 0. X bərabərdir mənfi 7. Bir də olacaq mənfi 7. 14. Nərgiz fikrində tutduğu ədədi 3 dəfə artırıb hasildən 7 onda 2 çıxdı. Nəticədə 4 onda 6 və 3 onda 2 ədədlərinin fərqi alanda. Gəlin baxaq, maraqlıdır. Bunu indi böyüdüm. Deməli uşaqlar neynədik? Fikrində tutub x-i 3 dəfə artırıb, sonradan 7,2-ni çıxdı. Nəticədə nə qaldı? 14,6 ilə 3,2-nin fərqi. Yazıram. 3x çıxılsın 7,2 bərabərdir 11,4-ə. 3x bərabərdir 11,4 üstə gələk 7,2. 3x bərabərdir 18,6. X də bərabərdir 6,2. Bu da belə. Keçək 15-ə. Dəyişən hansı qiymətində ifadənin qiyməti ifadəsinin qiyməti 2 dəfə böyük olar. Gəlin yazaq. Bu da bunun kimi bir şeydir. 9 vurulsun 8 çıxılsın 4y bərabərdir 4 vurulsun 6 çıxılsın 3y vurulsun 2. Gəlin uşaqlar bunu vurub açaq. 72 çıxılsın 36y bərabərdir 24 çıxılsın 12y. Ay, burada 2 də var imiş. 2 də vurduq bunu. 48 birbaşa 2-yə vurub yazıram. Çıxılsın 24y. Sonra bu şəkildə olanda uşaqlar yadınızda saxlayın. X-də, Y-də fərqi yoxdur. Dəyişənləri yığırıq sol tərəfə, ədədlər yığırıq sağ tərəfə. Qalacaq mənfi 12y bərabərdir. 72-dən də 48 çıxanda nə edir uşaqlar? Deməli 24. Y-də mənfi 24. Y-də bərabərdir 2. Oldu. Deməli uşaqlar bu tapşırıqlarda bitirdik. Hər birinizə KSD-lərdə uğurlar arzulayıram. Bunların hər biri nümunə suallardır təbii ki. Yəni bu o demək deyil ki, sizə bunlar yapışacaq. Sağ olun uşaqlar, salamat qalın. Növbəti dərslərdə görüşənə qədər.